Salam gözəl insanlar, Azərbaycan xalqı, hal-hazırda bu günlərim Ağdam rayonu Şəhidlər Xiyabanındayıq. Allah cəm şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bir daha Qurban bayramımızı təbrik edirəm. Qurban bayramımızı təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Əziyyət çəkiblər. Vətən uğrunda, torpaq uğrunda şəhid olublar. Bunların sayəsində biz bu gün yaşayırıq. Sizin kimi başa düşən deyil, başa düşməyən də deyirəm, nə deyil? Mən həmişə prosto vaxt olub gələ bilmirəm, gedə bilmirəm, bütün rayonlara gedirəm ona görə. Siz çox ucu məni tanımırsınız. Yəni mən həmişə olan şeyləri deyirəm. Tərəfləmək yox, kimsə tərəfləmək. Bu jurnalistikanı aparırsansa, düzgün aparılmalısan, kimsə tərəfləməyəsən. Sözünü qorxmadan, çəkinmədən deməlisən. Allah köməyiniz olsun. Allah sizləri qorusun. Allah köməyiniz olsun. Gəlmişsiniz, çəkirsiniz. Allah razı olsun hər birinizdən. Çox sağ olun, var olun. Özünüz bilirsiniz, şəhid valideynlərinin bayramı olmur. Burada bu məzar başında duran anaların nə bayramı ola bilər ki? Bizim borcumuz onu deməliyik. Bilirəm, siz kədərlisiniz, Sizlərin qəmlisiniz. bayramını biz təbrik edirik. Allah sizləri qorusun, var olun. Var olun. Başınız sağ olsun. Bu yüzden şükür. Onlar qardaşımız torpaq uğrunda, vətən uğrunda şəhid olur. Bugün imkanlı şəxslər, milyonlar olanlar, saraylar olanlar, villalar olanlar, hamısı bu qardaşlarımız insan olur. Başa düşənlər. Tamam, başa düşüyorum. Biz hər an, hər dəqiqə sizin yanınızdayıq. Qorxmadan, çəkinmədən, kimlərəsə mən rast tutmuram ki, o sözləri deyirəm. Yox. Ama sadəcə olaraq ürəyimdən, qəlbimdən gəlir deyirəm sizə. Var ol, var ol. Qayaqlarım o Quzanlıda Muğam mərkəzinin qabağında tabloların üstündə bayraqlar bərbad gündə. Hamısı dövlətin sizə yıxmaq olmaz. Mən də deyirəm ki, imkanlı şəxslərdən, iş adamlarından, imkanınız yox, saxlayıb ala bilmirsə, vallahi mənim imkanım olsa, mən özüm 2-ci qrup əliləm, 4 evladım var. 3 dərəsini resept oxuyur, çatdıra bilmirəm. Amma sadəcə mənim imkanım olsa, mən alıb qoyarım tabloların üstə, bizim yolumuzda olur, mənim yolumda olur. Heç kəs də baxmır. Amma sadəcə olaraq dövlətin üstə yıxmaq olmaz. Dövlətin bir çox problemləri var. Amma sadəcə olaraq imkanlı adamlardan, iş adamlarına xahiş edirəm ki, əgər imkanlar yoxsa, məlumat versin, siqnal ötüsü. Biz onu bayrağı ütüləyək, yığaq tabloların başına ki, qonaqlarımız gəlir, qaralarımız gəlir, üçrəkli bayraqlarımızı hörmətsiz yanaşdıraq. Çox pis gündədir, düz deyirsiniz. Hamısı çoxunu söktüm, çıxartdım. Çox bərbad gündəydi. Görək, yəqin bu kadra görə baxarlar, necə bir iş görərlər. Nə qədər amma imkanlı şəxs varsa, bu uşaqların zəhməti haram xoşlar olsun onlar. Yox, bilənlər var, bilənlər var, bilməyənlər, nə bilim. Bilənlər deyirəm, bilənlər deyirəm. Ay yaşa, Allah hər... Hamını demirəm, hamını. Düzdür. Mən orada deyəyəm indi, qorxmadan çəkinmərəm. Açığı da burada nə var ki, Qarabağda keyf edən insanlar var. Yaxınları, əzizi, qohumu, hamısı olmalı. Heç olmasa 3 aydan, 4 aydan bir bayraq dəyişmək nə mənə şeydir? 4 aydan bir. Küləyi var, yağışı var, soyuğu var, bozardır. Hə, nə var? Yəni ora taxılan elə bayraq tanıyıram ki, o tablo qurulandan o bayraq taxılıb ora. Düz, hə düz deyirsən. Mən deyirəm bu sözü, cırıq-cırıq yapışıb şeyə. Elə tabloda var ki, elə ora qoyulan günündən üstündə olandı. 3 dənə dəyişmişik biz. Elə tabloda var ki, qoyulanda üstə nətər qoyulub da hələ dəyişmirdi. Şəkil itif. Yoxdur, bozarıb. Hardadır şəhidin Bayrağı da bozarıb, özü də bozarıb. şəhidin öldüyü yeri dağıtdılar. Əlbəttə, bilirəm. Demirəşəllidə bax. Şəxsən mən indi Şəhidin öldüyü yeri dağıtdılar. istifadə eləmirəm. Allahın altına gedib oranı çəkəsən. İstifadə eləmirəm. Yəni bu bir sözlə nəzərinizə çatdırım ki, mənim Qarabağa stop qoyublar. Mən gəldim də şəhid anana kömək istəyirəm. Nəysə ora bura 1-2 aydır. Niyə? Səbəb nədir? Mən Qarabağda olan şeyləri çəkirəm. Ona görə istəyirəm. Mənə stop. Mən Ağdamdan ayına çıxa bilmirəm. Mənə qoymurlar. Mən nə varmışam? Oğul vermişəm. Balıqçının böyründədir bax. Bu da burdadır. Allahın altında gedəsən, onu çəkib verəsən. İnşallah. Şəhidin öz Şəhid olduğu yerə. Şəhid olduğu yerə esə verdilər, təzədən dad eləmək üçün gətirib bəyər tərəfdən bir sertifikat vurdu. Mənim balam şəhid olduğu yeri dağıtdım.
Öyle Hakim sahanın bütün ortası için. değil. Bir kırak yer. Hakim bütün için de ettiler. Başa düştüm, ha. Şehidin şehit olduğu yeri oranın getirerek Birindacın ekskavatorla dağıttılar. Evin düzlediler. taş koymuştu. Onu keşe ağaçları görerdim. Derdim bunu koyan oğlan ne ter koydu. Öyle tofçuydu. Valla elə şeyler görüyorum ki bu Hele dünyada. bayrağı değişsen. Hiç de Allah sizlere sabır versin. Var olun, var olun. Sağ Allah olun. razı olsun ki gelirsiniz, çekirsiniz, Onu da- ışıklandırırsınız. Allah var Boynunuzu eylesin borcudur. sizi. Allah'ın da olsun. El o bayrakları bir de o şekili yaxşı vurguladın ki o yani o şekiller de o bayraklarda çok berbat haldadır. Onlar Əlbəttə, değişmelidir. qonaq var, qara var, gəlib gedən var. Ha. O bayrağın üstündə oğlanlarımız şehit olur. Sürəhli bayrağımız gerekir olmalı değil. Düzdür. Vallahi mən, vallahi. bəlkə mən səhərəm, En bəlkə azından mən bayrağı səhvliyəm. ölmezsizliği olur onda. Sağ olun. Sağ olun, siz sağ olun. Bilenlerin Allah tadına yesin. Sağ olun, Allah sizi sabır versin. Çünkü bizim Sağ olun, babalarımıza sağ olun. değer Var verir. olun. Onların Allah tadına yesin. Sağ olun. Amin. Yaxşılarımızı. Oldu. Baba, bir de sağlık diyor. Buraya bizden Kur'an. Bizden Kur'an oku, şehitlerimiz anına. اللهم صل على محمد وآل محمد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم والشمس وضحاها والقمر إذا تلاها والنهار إذا جلاها والليل إذا يغشاها والسماء وما بناها والأرض وما طحاها ونفس وما سواها فألهمها فجورها وتقواها قد أفلح من زكاها وقد خاب من دساها كذبا ثمود بتقواها إذ انبعث أشقاها فقال لهم رسول الله ناقة الله وسقياها فكذبوه فقالوها فدمدم عليهم ربهم بذنبهم فسواها ولا يخاف الله صدق الله العلي العظيم وصدق وبلغ رسول النبي الكريم ونحن على ذلك من الشاهدين والشاكرين والحمد لله رب العالمين سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين آمين يا رب العالمين اللهم اغفر للمؤمنين والمؤمنات Şam surəsinin savabını düşürürlər. Vətənimizin bütövlüyünü göndərsin, şad olmuş. Burada uyan cəmi vətən şəhidlərimizin ruhları üçün. Ruhları şad olsun bi haqqın Muhammedin alihi və bi hörmətin surəti mübarəkətin Fatihətin əs. Allahümme sallallahu Muhammed və ali. Əudu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ar-Rahmanir-Rahim. Malik yawmiddin. İyyâke na'budu və iyyâke nestaîn. Sıratal-lezîne ve let-dâlin. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad Allahu samed lem yelid ve lem yulad ve lem yekun lahu kufuven Allahümme salli ala Muhammedin ve Allah sen bütün şehitlerimize Sağ olun, Allah şehitlerimize rahmet etsin. Allah seni canını sağ Canını eylesin. sağ olasın ki işıklandırsın kardeş. Sağ olun, əziyyət çəkirsiniz, var olun. Bizim yolumuzda, vətən uğrunda, torpaq uğrunda şehit olun. Allah rahmet eylesin. Allah hoş olsun. Allah sen de köməyin olsun. Allah canını sağ olasın.